Salam dəyərli izləyicilər, DİM-in 2-ci qruplar üçün 20 sınaq kitabçasından 8-ci sınaqla izahlara davam edirik. Mövzular orta əsrlər dövrü ümumi tarixdən. Başlayaq birinci sualdan. Ərəb xilafəti və Avropa Hun dövlətinin oxşar cəhəti. Piriney yarımadasının ələ keçirilməsi Ərəb xilafətinə aiddir, amma Avropa Hun dövlətinə yox. Sasanilərin məğlubiyyətə uğradılması ərəblərə aiddir. Avropa Hun dövlətində Attila yürüş etməyi planlaşdırsa da ancaq vəfat eləmişdi, ömrü yetməmişdi. Konstantinopola yürüş edilməsi bəli, hər ikisinə də aiddir. Əməvilər dövründə Ərəb xilafəti, Avropa Hun dövlətində isə Attila yürüş etmişdilər, ancaq ələ keçirə bilməmişdilər. Attila da müqavilə bağlayıb geri çəkilmişdi. Roma şəhərinin mühasirəyə alınması Attilaya aiddir. Ərəblər ora gedib çıxa bilməyiblər. Erkən orta əsrlər dövründə süqut etməsi. Erkən orta əsrlər dövrü bildiyiniz kimi Avropada 5-11-ci əsrlərdir. 5-11, şərqdə 3-11-ci əsrlərdir. Ərəb xilafəti süqutu isə 1258 klassik feodalizm dövrünə düşür. Avropa Hun dövləti isə erkən orta əsrlərdə süqut edibdir. 5-ci əsrdə. Deməli, birinci Göytürk dövləti avarlara qarşı mübarizə aparmışdı. Bəli, bunun xaqan avarlarla mübarizədə qalib gəlmişdi. Daha sonra Muğaq xaqanı dövründə də mübarizə aparılmışdı. Kiyev knyazlığını asılı hala salmayıblar. Yəni o dövrdə Kiyev knyazlığı yox idi. Hakimiyyət uğrunda mübarizə nəticəsində iki hissəyə parçalanmışdı. 588-ci ildə iki hissəyə parçalanmışdı. Bu da aiddir. Məzdəkilər üsyanın yatırılmasında Sasanilərə kömək etmişdi. Axun dövləti Qutluq xanın Çin əsarətinə qarşı qaldırdığı üsyan nəticəsində yaranmışdı. Bu ikinci Göytürk dövlətidir. 1-3 cavab A olacaq. Qaraxanlı dövlətinə aiddir. Xorasan və Xarəzmin tabe edilməsi. Xeyr. Qurlu tayfasının hücumlarına məruz qalması. Bu Qəznənlərə aiddir. Dəndənəkan döyüşündə məğlubiyyətə uğradılması. Bu da Qəznənlərə aiddir. Lahor şəhərinin paytaxt olması. Bu da Qəznəli dövlətinə aiddir. 11-ci əsrin 40-cı illərində iki hissəyə parçalanmışdı. Qaraxanlı dövləti şərqi və qərbi doğru olacaq. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. 7-ci əsrdə ərəblərin Bizans üzərinə yürüşü baş verdi. Bizans Balkanlardakı mülklərini, xeyr, Balkanlarda deyil, Misir, Fələstin, Suriyanı itirmişdi. Asiya və Afrikadakı mülklərini. Bizans imperatoru Justinian işğalçı müharibələr apardı. Vanda və Oskot krallıqlarının ərazilərini ələ keçirdi. Doğrudur. Abbasilər xilafəti dağıldı. Bizans imperiyası Kipr və Kriti yenidən ələ keçirdi. 9-cu əsrdə parçalanır Abbasilər xilafəti. 10-cu əsrdə də bundan istifadə edər. Bizans bu torpaqları geri qaytarmışdı. Doğru olacaq. 6-cı əsrdə Slavyanlar Bizans imperiyasından məskunlaşdı. Bizans imperiyasında quldarlıq qaydaları daha da möhkəmlənmir. Əksinə dağılma prosesi sürətlənir. 2-3 B bəndi. Kipr adasını fəth edən Osmanlı sultanı 1571-ci ildə 2-ci Səlim olmuşdu. Doğru cavab Y olacaq. Növbəti 6-cı sual. Daha əvvəl baş vermişdir. Bağdadın Səlcuqlar tərəfindən tutulması 1055. Malazgirt döyüşü 1071. Səlcuqlu dövlətin paytaxtının Reydən İsfahana köçürülməsi 1073. Kitayların Səlcuqları məğlub etməsi bu Səncərin dövründədir. 12-ci əsr. Səlibçilərin Qüds şəhərini ələ keçirilməsi 1099. Daha əvvəl olubdur. Bağdadın Səlcuqlar tərəfindən tutulması A bəndi. Uyğunluq pozulmuşdur deyir. Kulikova döyüşü Rus knyazları qələbə qazandı. 1380-ci ildə Qızıl Ordu məğlub edilib. Doğrudur. Kalka döyüşü 1223-cü ildə Rus Qıpçaq qoşunları məğlub edildi Monqollar tərəfindən. Bu da doğrudur. Moxaç döyüşü Osmanlı ordusu qələbə qazandı 1526-cı ildə. Bu da doğrudur. Terek döyüşü Qızıl Ordu qoşunları məğlub edildi 1395-ci ildə. Qızıl Ordu
qoşunları Teymura məğlub edilir. Niqbolu döyüşü 1396-cı ildə Birləşmiş Səlibçi qüvvələri qalib gəldi. Yox, Osmanlılar qalib gəlmişdi. Burada Səlibçilər məğlub olmuşdu. Doğru cavab Y. Yəni hamısında uyğunluq gözlənilib, bir dənə burada pozulubdur. Növbəti 8-ci suala baxaq. Böyük Monqol imperiyasının hücumuna məruz qalmamışdır deyir. Dehli sultanlığı qalıbdır. Elə Dehli sultanlığının əsası qoyulandan ta Sultan Əlaəddin Xələcə qədər Monqollar yürüş etmişdilər. Xarəzmşahlar dövlətinə elə Monqollar son qoyubdu. Böyük Səlcuq imperatorluğu süqut edibdi 1157-ci ildə. Monqolların geniş işğalçı yürüşləri isə 1206-cı ildə yaranandan sonra başlamışdı. Ona görə də Böyük Səlcuq imperatorluğu yürüşə məruz qalmayıbdı. İdil Bulqarları və Rus knyazlıqları Batı xanın yürüşlərinə bildiyiniz kimi məruz qalıbdır. 100 illik müharibə illərində Osmanlı dövlətində baş vermişdir. 1337-1453-cü illərdə olub bu müharibə. Ankara döyüşü 1402-ci ildə. Doğru cavab elə A bənd olacaq. Digərləri niyə olmaz? Baxaq. Sultan 1. Süleymanın hakimiyyətə gəlməsi 1520-ci ildədir. 1-ci Səfəvi Osmanlı müharibəsinin başlanması 1514 düşmür. Bursa şəhərinin ələ keçirilməsi 1326, hələ 100 illik müharibə başlamamışdı. Trabzon imperiyasının süquta uğradılması da 1461, uzun Həsənlə qohumluq əlaqələri olmasına baxmayaraq 2-ci Mehmet buranı işğal etmişdi. 1461-də müharibə hələ təzə başa çatmışdı. Cavab A. İngiltərə kralı 2-ci Henrixin keçirdiyi islahatların nəticəsi 12-ci əsrdə 1154-1189-da hakimiyyətdə olub 2-ci Henrix. Kral hakimiyyəti gücləndi, doğrudur. Bizdən də nəyə soruşur? İslahatların nəticəsi, bəli, cavab elə A olacaq. Feodallar qalxan pulu adlı xüsusi vergidən azad edildi. Əksinə, qalxan pulu vergisi tətbiq edilmişdi, azad edilməmişdi. Kralın baron qoşunlarının asılığı artdı. Xeyr, kral baron qoşunlarını artıq ləğv etmişdi, ehtiyac qalmamışdı. Mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu. Bu da 1066-cı ildə Hastingsə aiddir. 2-ci Henrixə yox, yəni 1-ci Wilhelmin dövründə başlayır. Mərkəzləşdirilmə prosesi. Kral məhkəməsinin səlahiyyətləri azaldılmır, əksinə artırılır kral məhkəməsinin səlahiyyətləri. Verdi müqaviləsinin nəticəsində yaranmış dövlətləri xəritədə müəyyən etməyimiz lazımdır. Baxaq xəritəyə. Deməli, Verdi müqaviləsi 843-cü ildə Frank imperiyasının parçalanması nəticədə yerində yaranıbdır. Fransa 2-yə düşür, İtaliya 3-ə düşür, Almaniyada 4-ə düşür. Bu dövlətlər yaranmışdır. 2, 3, 4 A bəndi. İndulgensiya adlanır. İndulgensiya cənnət qəbzi idi. Bu, katolik kilsəsinin cənnətə getmək üçün bilet kimi insanlara satdığı bir qondarma qəbz idi ki, insanları aldadaraq pullarını əllərindən alırdılar. Kilsə məhkəməsi inkvizisiya adlanıbdır. Katolik kilsəsinin rəhbəri Roma papası sayılırdı. Xristian dininin ehkamlarına qarşı çıxanları bidətçilər adlandırırdılar. Səlib yürüşlərində iştirak edən əsgərlər də səlibçilər, xaçlılar adlanmışdır. Çingiz xan və Əmir Teymurun hakimiyyəti dövrünə aid oxşar cəhətdir. Çinin asılı hala salınması Çingiz xana aiddir, amma Əmir Teymura yox. Konstantinopolun mühasirəyə alınması. Çingiz xan Çinin şimal hissəsini ələ keçirmişdi, böyük bir hissəsini. Konstantinopolun mühasirəyə alınması heç birinə aid deyil. Cənubi Qafqaza işğalçı yürüşün təşkil edilməsi doğrudur. Cəbə və Subutayın vaxt yürüşləri Çingiz xanın dövrünə düşür. Əmir Teymur özü də Cənubi Qafqaza, Azərbaycan ərazilərinə gəlmişdir. Xarəzmşahlar dövlətinə qarşı mübarizə aparılması. Çingiz xan Xarəzmşahlar dövlətinə artıq son qoymuşdu.
Xarəzmşah axırında Çingiz xan onunla mübarizə aparmışdı, götürə bilər. Əmir Teymurun dövründə isə artıq Xarəzmşahlar dövləti yox idi. Qaraqorun şəhərinin paytaxt şəhərə çevrilməsi bu Çingiz xana aiddir, amma Əmir Teymurun dövründə paytaxt Səmərqənd olmuşdu. Cavab burada C olacaq. Keçək növbəti suala. 15-ci əsrin 90-cı illərinə aiddir. Qüds krallığının süqut etməsi 1187 Təbəriyə döyüşündən sonra Sultan Salahaddin Əyyubi tərəfindən süquta uğradılmışdır. Vahid İspaniya krallığının yaranması 1479-cu ildə Kastiliyanı Aragonun birləşməsi ilə yaranmışdır. Kordova xilafətinin əmrliklərə parçalanması 11-ci əsrdə, Piriney yarımadasında Rekonkista hərəkatının başlanması da elə həmin tarixdə 11-ci əsr. Granada əmirliyinin süquta uğradılması isə 1492-ci ildə İspaniya tərəfindən işğal edilməsi ilə bununla da başa çatmışdı Rekonkista hərəkatı. Doğru cavab Y olacaq. Qərbi Avropada feodal dağınıqlığı dövrünə aid deyil. Feodal dağınıqlığı dövrü Qərbi Avropada başlayıb da Frank imperiyasının 843-cü il Verden müqaviləsində parçalanmasından sonra davam edibdir 11-ci əsrə qədər. Kapetinglər sülaləsinin hakimiyyətə gəlməsi 987-dir. 10-cu əsr düşür bu dövrə. Frankların Avar xaqanlığına qarşı mübarizə aparması bu Böyük Karlın dövrünə düşür. Böyük Karl da hələ 768-814-cü illərdə hakimiyyətdə olubdur. Yəni 9-cu əsrdə Avar xaqanlığına qarşı mübarizə 8-9-cu əsrlərdə düşür. Deməli, burada götürəcəyik aid deyil B bəndi. Müqəddəs Roma imperiyasının yaranması, Müqəddəs Roma imperiyası 962-də yaranıbdır. İtaliya krallığının yaranması bu elə 9-cu əsr götürəcəyik. Parçalanma nəticəsində Frank imperiyasının xristian kilsəsinin iki hissəyə parçalanması bu da 1054 katolik və pravoslav kilsələrinin yaranmasına səbəb olmuşdur. Növbəti 16-cı suala baxırıq. Fransa kralı 4-cü Gözəl Filiplə Roma papası arasında münaqişəyə səbəb oldu. 4-cü Gözəl Filip Flandriya uğrunda mübarizədə çoxluq xərclər çəkmişdi və nəticədə xəzinə boşalmışdı. Bu xəzinəni doldurmaqdan ötürü kilsə torpaqlarına vergilərin qoyulması Papa ilə Gözəl Filipin münasibətlərinin pisləşməsinə səbəb olmuşdur. Cavab olacaq B bəndi. Osmanlı hökmdarları ilə bağlı sxemi tamamlayın. Sultan II. Mehmet 1451-81-dir. Sultan 1. Səlim 1512-1520-ci illərdə hakimiyyətdə olubdur. Arada olacaq 2. Bəyazid, Osmanlı sultanı 2. Bəyazid 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdur. Ağqoyunlu Sultan Yaqubla Şah İsmail Xətai ilə dostluq münasibətləri saxlamışdır. Yadda saxlayaq. 18-ci sual. Eylerven diaqramına uyğun bəndləri müəyyən edin. 1-ci Göytürk, 2-ci Göytürk dövləti. Çin əsarətinə qarşı baş vermiş üsyan nəticəsində yaradılmışdır. Qutlux xanın üsyanı 682-ci ilə aid olur. Həmin Göytürk dövlətinin yaranması Kürşadın başçılığı ilə üsyan 639-da olmuşdu. Bu dövrdə Göytürk dövlətləri yox idi, Çin əsarətində idi. Paytaxtı Ötkən şəhəri olmuşdu. Hər ikisinə aid olacaq. Sasanilərə qarşı mübarizə aparmışdı. Sasanilərə qarşı mübarizə aparıb 1-ci Göytürk dövləti İstəmi Yabqun vasitəsilə Sogdiananı da ələ keçirmişdi. D də olacaq bura. Maniçilik rəsmi din elan edilmişdi. Maniçilik Uyğurlarda yayılmışdı. Heç birinə aid deyil. D, A, C cavab olacaq B bəndi. 19-cu sual.
Dehli sultanlığı 13-cü əsrdə. Ərazisində müstəqil Hind dövlətləri yaranmağa başlayıb 14-cü əsrdədir. Abbasilərlə dostluq əlaqələri Eltutmuşun dövründə var idi. Nizami ordu yaradıldı. Bu da Eltutmuşun dövründə. İqtisadi 14-cü əsrə baxırıq. İqta sisteminin tətbiqinə başlanıldı. Bu 13-cü əsrdir. Eltutmuş xanın dövründə olmuşdu. Sultan Eltutmuşun dövründə. Məmlüklər sülaləsi hakimiyyətə gəldi. Məmlüklər 1206-cı ildən 1206-dır. Hakimiyyətə gəlməsi 1290-a qədər. Bu da 13-cü əsrə düşür. Əmir Teymurun hücumuna məruz qalması 1398-14-cü əsr olacaq. Bəli, 1-ə BC, 2-yə C. Cavab B bəndi. Qızıl Ordu dövlətində Baskak adlanırdı. Baskaklar Qızıl Ordu dövlətində vergi toplanmasına rəhbərlik edən məmurlar idi. Cavab C olacaq. Katolik kilsəsinin Bizans patriarxı ilə olan düşmənliyi səbəb olmuşdu. Bu düşmənçilik 4-cü Xaslı yürüşündə üzə çıxmışdı. 4-cü Xaslı yürüşü 1202-1204-cü illərdə olmuşdu. Və nəticədə 1204-cü ildə Bizansı tutmuşdular. Konstantinopolu ələ keçirib 1204-cü illərdə. 1204-cü ildə Konstantinopolu ələ keçirərək orada Yunan Latin imperiyasını qurmuşdular. O da 1261-ci ilə qədər davam etmişdi. Deməli, sələbçilərin Bizans üzərində yürüş etməsinə səbəb olmuşdu. Doğru cavab olaraq B-ni götürəcəyik. Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk milli dövlət hesab edilir Portuqaliya. 22 A olacaq cavab. Növbəti sual. Yeni dövlət yaratmış türk hökmdarları 1-ci Toğrul Səlcuq dövlətini yaradıbdı. 1038-də doğrudur. İstəmi Xaqan, buna Yabqu desək daha doğru olar. Bu 1-ci Göytürk dövlətində Yabqu idi. Bu dövlət hökmdar olmamışdı və heç bir dövlətdə yaratmamışdı. Bumun Xaqanın qardaşı idi. Mihraqul xan Axund dövlətinin ən qüdrətli hökmdarı olmuşdur. Axund dövlətinin. Onun vaxtında şimal-qərbi Hindistan ələ keçirilmişdi. Balamir xan Avropa Hun dövlətinin əsasını qoyubdur. Avropa Hun dövləti. Doğrudur, 4-cü əsrdə. Alptəkin də Qəznəli dövlətinin əsasını qoyubdur. 962-ci ildə Qəznəli. Deməli, doğru cavab 1, 4, 5. İlk dünya səyahətinin nəticələrinə aiddir. 1519-1522-ci illərdə olub bu səyahət. Hindistana dəniz yolu kəşf edilməsi 1498 Vasko da Gamanın adı ilə bağlıdır. Yerin kürə formasında olduğu təcrübi cəhətdən sübut edildi, doğrudur. Şimali Amerikada ilk İngilis koloniyası 1607-ci ildə salınıbdır, aid deyil. Bütün okeanların bir-biri ilə əlaqəli olduğu sübut edildi, doğrudur, 2-4 olacaq. Ərəb xilafətinin qələbəsi ilə başa çatmış döyüşləri müəyyən edin. Poitiers döyüşü 732-də olubdur, Franklara məğlub olublar ərəblər. Bədir döyüşü 624-də olubdur, xilafət isə yaranıb 630-dan 1258-ə qədər hələ dövlət yaratmamışdılar ərəblər. Bu vaxtı aid deyil. Hilat şəhərində döyüş 737-ci ildə olubdur bu döyüş və Xəzərlərin hücumunun qarşısı alınaraq əks hücuma keçiblər. Bu aiddir. 1-ci Həştadsar döyüşündə ərəblər Xürrəmlərə məğlub olublar 829-cu ildə. Talas döyüşü 751-ci ildə Çin üzərində qələbə qazanmışdı. Ərəb xilafətinin qələbəsi ilə başa çatmış döyüşlər oldu. Hilat və Talas döyüşləri. 3-5. Növbəti 26-27-ci suallara baxırıq. Xronoloji ardıcılığı müəyyən edək. Baburun Aqra şəhərini ələ keçirməsi 1526-cı ildə dövlətin əsasını qoymuşdu, Moğol dövlətinin. Sərbədarilər üsyanının yatırılması 1365-də başlayır, 66-da da
yatırılır bu üsyan Teymur tərəfindən. Pekin şəhərinin Böyük Monqol dövlətinin paytaxtına çevrilməsi bu 13-cü əsrə düşəcək Kubilay xanın hakimiyyəti dövrünə. Deməli 3, 2, 1 doğru cavab olacaq. 15-ci əsrdə Fransa İngiltərə kralığı. Anglikan kilsəsi İngiltərədə olubdur 16-cı əsr, ona görə heç birinə aid deyil. Jaklar üsyanı baş verdi. Jaklar üsyanı 1358 14-cü əsrə düşür. Fransada baş vermişdi. Al-Qızılgül müharibəsi başa çatdı. 1485 15-ci əsrdə İngiltərədə 2C götürürük. Azincourt döyüşündə məğlub olmuşdu. 1415-ci ildə məğlub olub Fransa. Reformasiya başa çatdı. Reformasiya 16-cı əsrdə hələ başlamışdı. 16-cı əsrdə başlayır. Elə o əsrdə də başa çatmışdı. Deməli 1-ə, D, 2-yə, C doğru cavab olacaq. Qəznəli Sultanı Məsud Mərvə doğru yola çıxdı. 1600 əsgəri olan Səlcuqlu bəyləri isə sultanı izləyir, uyğun fürsəti gözləyirdilər. Qəznəli ordusu Mərvin yaxınlığına gəlib çatdıqda susuzluqdan pərişan olmağa başladılar. Çünki Səlcuqlular su quyularını daşlarla və heyvan leşləri ilə doldurmuşdular. Qəznəli ordusu arasında yaranmış çaxnaşmadan istifadə edən Səlcuqlular Qəznəli ordusu üzərinə hücum etdilər. Mənbədə bəhs olunmuş döyüşün tarixini müəyyən edərək yazın. Bu döyüş 1040-cı ildə olubdur, Dəndənəkan döyüşüdür. 11-ci əsrdə yazsaz tarixini deyir. 11-ci əsrdə yazsaz doğru götürülür. Bəhs edilən döyüşdə Səlcuqların qələbə qazanmasının mənbədə verilməyən səbəbini yazın. Səlcuqların qələbə qazanmasının əsas səbəblərindən bir neçəsi var. Bunlardan biri Qəznəli dövlətində daxili çəkişmələr, ziddiyyətlərin olması, bir də Qəznəli dövlətində idarə etmənin pozulması. Mənbədə bəhs edilmiş döyüşdə Səlcuqluların qələbə qazanmasının 2 nəticəsini yazın. Bütün Xorasanı ələ keçirirlər Səlcuqlular. Bundan başqa Mərkəzi Asiyada nüfuzları daha da möhkəmlənmiş oldu. Bu qədər dəyərli izləyicilər, növbəti videolarda, izahlarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.